Hem bura kişi şeyde katılım bir şeylerde. Tam bir şey başa düşün. Kişiler münasebetler. Hem iş yoldaşınız, hem işteki rehberiniz, hem de evdeki kişiniz. Ata ve yardımcı. Hamısı dahil olmalı. Siz kadın instruktör olarak her şeyi bilirsiniz. Dolayı yolu bilirsiniz. Ve dediğiniz cümlede müpteda haber olmuş. Karşı taraf tutmalıdır ki burada müpteda neydi, haber neydi. Veya hissettirirsiniz ve gözlüyorsunuz ki karşı taraf hissetsin. Bu sizin dünyanızdır, düzdür. Ama siz teksiz ve kolektif hamısı kişidir. Ve siz istəyirsinizsə ki, o rəhbər məni anlasın ve o kişiler məni anlasın, hayatta bir şey etmeye çalışır. Bu sizin qadınlığınıza tamamıyla ziddir. Straight olmalı. Straight. Bakın, bir de bak, bir sual var. Ben bu dəqiqə ne istəyirəm? Mən istəyirəm ki, sən bunu belə eləyəsən. Bunu bir dənə mübtəda xəbər yanına qoyub, karşı tərəfə deməyi yoxlayın. Tamam mı? Bura aydın işteki müdürünüz, bak sizin sözde işteki müdür veya kolleganız ve kişilerde bir şey göreceksiniz. Onda kişi tam gelecek ve göreceksiniz ki hele davranır veya sana aydınlaştırır. Düzdür. Sonra kişilerde o bunu elədi. Bununla ederken o bunu ima elədi. Burada yəqin bu bunu gözləntidir. Kişilerde öyle bir şey yoktur. Başa düşürsünüz? O sizlerde var. Yani söhbətdən də söhbət çıxartmayın. Əgər söhbətdən söhbət çıxartmaq əvəzinə sadəcə straight bilən olmağı demeyin, yəni yoxlayın. Kollega birbaşa, burada sən nə demək istəyirəm və mən istəyirəm ki, mən burada bunu demək istəyirəm. Bunu demək istəyirəm, bir dənə deyin, deyəndə həyatımız yüngülləşəcək. Yəni cidden deyirəm, həyatımız yüngülləşəcək. Mən belə öz xanımımla bugün həyatımda dalaşmadan yaşamımızı sürdürməyimizin bir dənə səbəbi var ki, xanım kişi dilini öyrənib. Mənim xanımın dilini öyrənib. Yəni ki, Pərvizə mübtəda ilə xəbər desəm, bu Pərvizə dam eləyəcək. Amma mən oturub gözləsəm ki, Pərviz söhbəti tutsun, tutmayacaq. Anlamır. Tamam mı? Bunu bir dənə yoxlayın.